Siqar formasında belə bir desertin olduğunu bilirdiniz? Bəli, Ağşəhərdə bu desertdən var. Həm yeməklərinin təqdimatı, həm interyeri ilə çox lüks vibe'lı bir məkandır. Fransa, İtaliya, Yunanistan milli mətbəx və digər Avropa ölkələrinin mətbəxini də siz burada dada bilərsiniz. İçərisi ispanaq bükməli balıq, çox fərqli bir dadı idi. Yanında qara düyü ilə təqdim olunmuşdu. Menyuda ilk diqqətimi çəkən bon mero, üzəri dilmiş ətli mal ilik sümüyü. Mənim favoritim elə bu yemək oldu. Çünki çox ləziz idi. Qara çörək içində fransızların məşhur soğan şorbası, dadını çox bəyəndim. Qarışıq dəniz məhsulu risotto da tövsiyəlidir. İlk dəfə bir restoranda xırçırt badımcan salatını krevetkalı görürdüm. Çörəklər də məkanın özündə bişir, çox dadlı idilər və isti idilər. Keyfiyyətli şokoladdan hazırlanan siqar deserti isə möhtəşəm idi, trufelə də bənzəyirdi. Restoranın favori iki deserti siqar və şokoladlı vulkan. Hər ikisi xüsusi təqdimatlıdır, hər ikisi də çox dadlıdır. Restoranın aşağı mərtəbəsində düz 10 kabinet var, hər nəfər sayına uyğun və depozitlidir. Karaoke və PlayStation da var. Məkanın səhifəsini aşağıda qeyd edəcəm.